Tamam, bismillah gənclər, başladıq. Deməli, loqaritma, bu dərsi uşaqlar necə keçəcək? Normalda biz dərslərimizi necə keçirik? Deyirik ki, düşünürük ki, buraxılışda bilgiləriniz var, onun üstünə qoyuruq da. Məsələn, adionluğu elə keçdik, natural elə keçdik. Burada düşünürük ki, heç nə bilmirsiniz, elə başlayırıq. Aydındır. Loqaritmadan sanki heç xəbəriniz yoxmuş kimi ən başdan başlayacağıq. Və bu dərsi dinləyəndə necə dinləyirsiniz? Bu dərsin sonunda, indi bu dərs yəqin ki 1 saatla da olar. 1 saatın sonunda, yəni heç bir qələm işlətmədən sadəcə otur orada və verilən hər sualı sənə verilirmiş kimi dinlə. Yəni məsələn, balaca şeyləri atlama. Yəni bu riyaziyyat əslində bu kiçik şeylərdən ibarətdir da. Sən o kiçik şeyləri kiçik görsən, problemi böyüyəcək. Yəni əsl olan kiçik şeyləri böyük görmək. Aydın, o balaca şey var, necə oldu, necə oldu? Hamısı o sualı mən soruşanda Arifdən soruşur, məndən soruşmur fikrinə qapılma. Məndən soruşur deyə düşün. Cavab verməyə bilərsən mənə, amma özünə cavab ver. Nətər oldu? Aydındır? O şəkildə dinləyək. İndi ehtimal edirəm ki, heç olmasa bir sual mütləq vardır, bəlkə də 2 sual gəlir. Məncə 1 saata 1 sual qazanmaq məncə yaxşı. Məncə əladır. Aydındır? Ya Allah. Yəni məsələn burada hamı ikinci qruplar var da, doğru mu? Əl qaldırsın bir dənə. Aha. Yaxşı oxuyan kim var burada? Sən məsələn, tarixdən bir sualı düz yazmaq üçün 1 saat bəs eləyər oxumaq. Mümkündür. Zənn eləyirəm ki, neçə mövzu var? Deyəsən 90 mövzu var deyirlər. Elə daha çoxdur. Və öyle bir sual 3 dənə mövzuna falan əlaqəlidir. Yəni heç kim orada deyilməz də 1 saat məni dinlə, sən bir sualın var. Olmaz da sən nə eləməlisən? Ekstra efor xərcləməlisən, çalışmalısan, dərsləri oxumalısan və saatlar almalıdır, düzdürmü bu? Amma riyaziyyat elə deyil də. Bir dənə qəşəng zehni bura ver və həll eləyəsən. Bir sualım var. Nəysə, yallah başlayaq. Bənövşəyi sualların sistemini bilirsiniz. Bizim buradakı hədəfimiz nədir? İstəyirik ki, 33 gündə bütün riyaziyyatı bitirək. Orta məktəb riyaziyyatı, bütün riyaziyyatı 33 ilə də bitirə bilməliyik. Orta məktəb riyaziyyatını bitirək. Deməli, onun üçün də gündə bir mövzu keçirik. İndi bu gündə mövzumuz nədir? Loqaritma. Yaxşı. Bu suallar da qəbul imtahanında istifadə edilmiş və ya edilməsi gözlənilən suallardır. Məsələn, bax, bura yazmışıqsa, demək ki, 2023-də belə bir sual gəlib. Biz o sualı götürmüşük. Təməl disiplinin dəyişməmə şərti ilə üstündə biraz oynamışıq. İndi biz deyirik ki, sualın eynisini götürək qoyaq bura. Təbii ki, biraz dəyişməliyik də olmaz. Bu şəkildə yaxşı bir PDF ortaya çıxartmışıq. Bunu da əldə eləmək üçün, nəysə. Keçən dəfə ki, axırda demişəm ki, demirəm. Başlayaq. Ya demirəm, heç kimə vermirəm da. A üstü n bərabərdir uşaqlar n olsun. A üstü n bərabərdir b olsun. Onda loqaritma a əsasdan b bərabərdir n olacaq. Yəni siz belə bir şey görəndə, heç loqaritma bilməyən bir adamsan. Belə bir şey görsən, loqaritma 3 əsasdan 8. Bu sənə bu sualı verir əslində. 3 üstü neçə 8 edir. Çox bəsitdir da. Demək ki, bu sualın riyaziyyatcası 3 üstü neçə 8 edir, budur. Loqaritma 3 əsasdan 8. Tutaq ki, bunun cavabı nədir? X. İndi buradan yola çıxaraq nə yaza bilərsən? Sual nədir? 3 üstü neçə 8 edir. Cavab nədir? X. Bu ikisini birləşdir. Demək ki, 3 üstü x neçə edirmiş? 8. İndi başlayaq. Loqaritma 2 əsasdan 8. Nə deyir bu bizə? 2 üstü neçə 8 edir. Cavab 3. Həqiqətən də 2 üstü neçə edir? 8. Loqaritma 2-də 1 əsasdan 2. Nə deməkdir? 2-də 1 üstü neçə 2 edir. Cavab mənfi 1. Loqaritma 3 əsasdan 27. Nə deməkdir? 3 üstü neçə 27 edir. Cavab 3. Loqaritma 2 əsasdan 2 üstü 99. Nə deməkdir? 2 üstü neçə? 2 üstü 99'dur. Zaten cavab sualın içindədir da. Neçə? 99. Deməli uşaqlar, əslində bax, bu loqaritma o qədər möhtəşəm bir mövzudur ki, sadəcə bu tərifi bildiyin, heç nə bilməsən belə hər şey yazarsan. Yəni istənilən qayda, istənilən düstur, bu tərifi bilirsən, bir də biraz təbii ki, qələm oynada bilirsən, oradan çıxar. Məsələn, bu aşağıda bəzi loqaritma ilə əlaqəli qaydalar vermişik. Bunların hamısını sən düşünərək özün bu nəticələrə gələ bilərdin. Örnək verirəm. Loqaritma a əsasdan 1. Nə deməkdir a əsasdan 1? A üstü neçə 1 edir? Cavab 0. Çünki biz bilirik ki, təməl bildiyimiz var. A üstü 0 həqiqətən də nə eləyir? 1 eləyir. Təbii ki, A burada 0-dan nədir uşaqlar? Fərqlidir. 0 üstü 0, 1 eləmir. Yaxşı, keçdik. Sonra, loqaritma A əsasdan A. Nə deməkdir loqaritma A əsasdan A? A üstü neçə A eləyir? Cavab
1. Çünki biz bilirik ki a üstü 1 həqiqətən də nə eləyir? A. A başlayın. Sonra loqaritma a əsasdan kök al. Nəyə bərabərdir? 2-də 1-ə. Nə deməkdir bu? A üstü neçə kök alır? Cavab a üstü 2-də 1 kök alır. Bəli. Sonra və ən və vaciblərindən biri. Loqaritma a əsasdan 1 böl a. Nəyə bərabərdir? Mənfi 1-ə. Niyə? Nə deməkdir loqaritma a əsasdan 1 böl a? A üstü neçə 1 böl a edir? A üstü neçə 1 böl a edir bəs? A üstü mənfi 1. Bəli, nəyə bərabər olur? 1 bölünsün a-ya. İndi məsələn sual, bənövşəyi sual 1. A-nı verib uşaqlar bizə neçə verib? Kök 10 çıx 3. B-ni verib neçə? Kök 10 plus 3. Nə soruşur bizdən? Loqaritma a əsasdan b üstə gəlirsən loqaritma b əsasdan a. Tərsini yazıb burada. Nətər eləyək? 1 böl loqaritma a-dan b yazıb. Bax görürsünüz, hər şey nədən qaynaqlanır uşaqlar? Sənin altyapın çox möhtəşəm olmalıdır ki, sən həmən bəzi uşaqlar gördü. Həmən görəsən ki, A vur B 1 eləyir. Eləyir yoxsa yox? Eləyir da. Çünki kök 10 çıxılsın 3-ü, kök 10 üstə gəlinsin 3-ə vuranda nə eləyir? Kök 10-un kvadratı 10 çıx 3-ün kvadratı 9 1. Yəni bunu sənə mən deyirəmsə bu problemdir. Bunu mən demədən sən görməlisən. Hə bu 1 elədi mi? Elədi. Onda sən B-nin yerinə 1 böl A yaza bilərsənmi? Yaza bilərsən. Ya da A-nın yerinə 1 böl B yaza bilərsənmi? Yaza bilərsən. Gətir burada yaz. Nə olacaq onda loqaritma A əsasdan B? A əsasdan 1 böl A. Nə yeri A əsasdan 1 böl A? Mənfi 1. Burada uşaqlar B-nin yerinə, A-nın yerinə nə yaza bilərik? 1 böl B. Nə əldə edəcəyik? Loqaritma B əsasdan 1 böl B. Nə eləyir? Mənfi 1. Cavab nədir? Mənfi 1 plus mənfi 1? Mənfi 2. Aydındır? Tamam. Qayda nədir uşaqlar? A əsasdan loqaritma A əsasdan x vur y nəyə bərabərdir? A əsasdan x üstə gəlinsin A əsasından y. İndi 12 əsasdan 3 plus 12 əsasdan 4. Nə olacaqdır? Toplama olduğuna görə 3 ilə 4 vurulacaq. 12 əsasdan 12. O da nə eləyəcəkdir? 1. 6 əsasdan kök 3 vur 6 əsasdan kök 2. Nə eləyəcək? 6 əsasdan kök 6. O da nə deməkdir? 2-də 1. 3 əsasdan 24 uşaqlar nətər yazacağız? 24-ü necə düşünə bilərəm? 2 vur, 2 vur, 2 vur neçə? 3. O da eləyəcək 3 əsasdan 2, 3 əsasdan 2, 3 əsasdan 2, plus bir dənə nə? 3 əsasdan 3 ki, bunu özdən eləyə? 1. Bunların hamısı çox önəmlidir. Tamam. İndi biz qaydanı gördük. İstifadəsini gördük. İndi gəlin görə bu qayda hardan çıxır? Aydındır, çünki artıq bloku hazırlaşır da. Məsələn, bunun özü isbat kimi düşməz amma çünki bu təməl bilgiləri isbat kimi soruşmurlar. Bunlardan yola çıxaraq əldə ediləcəkləri isbat kimi soruşlar. Amma bunun özünü də isbat eləmək çox da çətin məsələ deyil. Gəlin bir dənə bunu isbat eləyək, həm də bunun hardan çıxdığını biləndə istifadəsi daha da rahatlaşacaqdır. İndi baxın, tutaq ki uşaqlar, loqaritma A əsasdan x bərabər olsun t-yə. Loqaritma A əsasdan y-də bərabər t-yə yox, yəni b olsun, b-yə. Bu da c-yə. İndi deyin görüm, A əsasdan x b-dirsə, buradan çıxan nəticə nədir? A üstü A üstü B bərabərdir nəyə uşaqlar? X-ə. Bəs buradan çıxan nəticə nədir? A üstü C bərabərdir nəyə? Y-ə. Bəs uşaqlar A üstü B-ni mən A üstü C-yə vursam nə əldə edərəm? A üstü B plus C. O nəyə bərabərdir? X plus Y-ə. Düzdürmü? Yox. X Y-ə. X Y-ə. İndi bax bu bərabərlikdən mənə B plus C-ni çəkə bilərsiniz. B plus C nəyə bərabərdir? A sağ ol. Loqaritma A əsasdan x y. İndi bir dənə son aldığım nəticəni yazıram. Bax diqqət elə. Sonda mən nə nəticə aldım uşaqlar? Sonda aldım ki, loqaritma, bəlkə başqa rənglə yazım. Loqaritma A əsasdan x vur y bərabərdir nəyə? B üstə gəlinsin C-yə. Bəs nəyə mən B demişdim? Nəyə mən C demişdim? Əvəzləyirəm uşaqlar, nə əldə edirəm? Əldə edirəm ki, loqaritma A əsasdan x vur y bərabərdir loqaritma A əsasdan x plus loqaritma A əsasdan y. Aydındır? Çox çətin deyildir. Tutmaq olar söhbəti. Yaxşı. İndi keçək görək nə soruşuq burada? Bizdən soruşulana baxaq. 2020. Birincisi, bir düşünək. Bəli, əsasa baxın neçədir? Kök 2. Əsasa baxın neçədir? Kök 2. Əsaslar bərabərdir, toplanır. Nə olacaqdır? Argumentlər vurulacaq. Addım irəli, heç nədən qorxma. Olacaq loqaritma kök 2 əsasdan kök 15 üstə gəlinsin kök 13 vurulsun, kök 15 çıxılsın kök 13. Nə eləyir bu? Bax, bu arada gənclər, bax limit keçdi. Nə gördük orada? Kvadratlar fərqi, qruplara ayırma, müxtəsər vurma. İndi nə keçirik? Loqaritma. Yenə nə görürük bunlar?
Baxın, bütün riyaziyyatın təməlində duran mövzular bunlardır. Qruplara ayırmadır, muxtəsər vurmadır. Bunlarda zəifliyin varsa, sənin riyaziyyatla əlaqən yoxdur demək. Nə köşklər işləyə bilərsən, nə loqaritma, nə üstü ifadələr, nə də limit hətta, nə də trigonometriya. Funksiya heç biri yoxdur. Aydındır? Ona görə də burada da bundan qorxmamalısan sən. Bunu görən kimi hamı deməlidir. Cavab nədir burada? 2. Tutarlı. Nə olacaq onda olacaq? Loqaritma kök 2 əsasdan 2. Həmən düşünək. Nə deməkdir kök 2 əsasdan 2? Kök 2 üstü neçə 2 idi? Cavab 2. Onda uşaqlar bu ifadənin cavabını tapdım. Nə idi bu ifadə? 2. Cavab nədir onda? 5 üstü 2. O da nə eləyir? 25. Aydındır? Yaxşı, sıradakı. A əsasdan x çıxılsın, A əsasdan y. Nə olacaqdır? Loqaritma A əsasdan x bölünsün y. Bəli, çıxanda nə edirik onları? Bölürük. Əvvəla bir istifadəsinə baxaq. Məsələn, 14 əsasdan 28 çıx, 14 əsasdan 2. Nə olacaqdır? 14 əsasdan 28 bölü 2. Nəyə 28 bölü 2? 14. 14 əsasdan 14? 1. İslam fikir ver. 2 əsasdan 40 çıxılsın, 2 əsasdan 5. Nə eləyəcəkdir? 2 əsasdan 40 bölü 5. O da nə edir uşaqlar? 2 əsasdan 8. Nə deməkdir 2 əsasdan 8? 3. Sonra 2 əsasdan 5-in yerinə mən nə yaza bilərəm uşaqlar? 2 əsasdan 10 bölü 2. O da nə eləyəcəkdir? 2 əsasdan 10 çıx, 2 əsasdan 2. 2 əsasdan 2 nədir? 1. Lazım gəlsə demək ki, bunu belə yaza bilərmişəm. Yaxşı. İndi gəlib bura baxıram. Bəli. Yox, gəlin əvvəla ispat eləyək. İspat eləyək, niyə belədir? İndi məncə bunu artıq sizin çoxunuz eləyə bilərsiniz. Çünki bayaqkına oxşar olaraq aparılacaq ispat. Sizdə nə eləyəcək uşaqlar? Loqaritma A əsasdan x-ə bir dənə nə deyəcək? B. Loqaritma A əsasdan y-ə nə deyəcək? C. Buradan uşaqlar çıxacaq ki, x nəyə bərabərdir? A üstü B-yə. Buradan çıxacaq ki, y nəyə bərabərdir? A üstü C-yə. Mən buradan x bölü y maraqlandırdığı üçün mən hər tərəf x-i nəyə böləcəyim uşaqlar? Y-ə. Nə yazacağım x-in yerinə? A üstü B. Nə yazacağım y-in yerinə? A üstü C. Olacaq A üstü B çıx C. İndi bu bərabərlik göz önünə gətirəm. A üstü B çıx C nəyə bərabərdir? X bölü y. Sual verirəm. Onda B çıx C nəyə bərabərdir? Loqaritma A əsasdan x bölünsün y. Bəli, indi bunu buradan yazıram, bu nəticəni. Nəticəm nədir? Loqaritma A əsasdan x bölü y bərabərdir B çıx C. Nəyə B demişdim ki mən? Loqaritma A əsasdan x-ə. Nəyə C demişdim ki? Loqaritma A əsasdan y-ə. Çətin deyil? Əla. Davam edək onda. Baxın, buna gəldik, çatdıq. Mən belə bir baxıram buna. Bu muxtəsər vurma düsturudur. Muxtəsər vurma yoxsa? Yəni, hətta orada... Gətirmək. Qruplara ayırma deyək da. Qruplara ayırma da. Bax, onu sən sedirsən, afərin. İndi sən burada, təbii ki, bundan işləmək biraz çətindir. Gəl bu ədədləri nə eləyək? Hərflərlə əvəzləyək. Məsələn, loqaritma 2 əsasdan 14-ə bir dənə nə deyək? A. Loqaritma 2 əsasdan 7-yə nə deyək? B. Onda görün ifadələr şəklinə düşür. Özünüz deyin. A kvadratı çıxılsın. 5AB çıx, üstə gəl. 4B kvadrat bölünsün. A çıx 4B. İndi bunu sadələşdirək, iş bitəcək böyük ehtimal. İndi keçənlərdə gördük. Bəzilərinizdə sıxıntı var idi, indi inşallah düzəltmisiniz. A kvadrat çıxılsın, 5AB üstə gəlinsin, 4B kvadratı necə qruplara ayırırıq? Bunu A-ya A, bunu mənfi 4B-yə mənfi B. Belə uşaqlar çarpaz vuranda, bundan bunu vuranda mənfi AB, bundan bunu vuranda mənfi 4AB toplayanda mənfi. Demək ki, doğru yoldayıq. Onda qruplar nə olacaq uşaqlar? Qarşı-qarşıya götürürük, tamam. A çıxılsın 4B, A çıxılsın B. İndi uşaqlar A çıxdı, Allahın işinə bax, getdi bunlar. Geriyə nə qaldı uşaqlar? A çıx B. Super. İndi A, gətirək təzdən yazaq yerinə. A-nın yerinə nə yazaq uşaqlar? 2 əsasdan 14 çıx, loqaritma 2 əsasdan 7. Nə eləyəcəkdir? 2 əsasdan 2, o da 1. Aydındır. Yanaşma uşaqlar hər şeydir. Riyaziyyatda yanaşma hər şeydir. İndi sıradakı bilgi nədir? A əsasdan loqaritma B üstü n-də bu n nə edə bilir uşaqlar? Loqaritmanın önünə gələ bilir. N loqaritmanın önünə gələ bilir. İndi bunu ispat edək ki, həqiqətən də belə olurmu? Yaxşı. Çox bəsit. Gəlin belə bir iş görək. Baxın. Gəlin bir dənə hələ buna baxaq sonra. 3 əsasdan 27. Bunu normalda həll edə bilirik da. Nədir 3 əsasdan 27? Nə deməkdir? 3 üstü neçə 27? Cavab 3.
İndi bunu belə də yazmaq olar. Loqaritma 3 əsasdan 3 üstü 3. Qaydamıza görə buradakı 3 önə gələ bilər. Olacaq 3 vurulsun, loqaritma 3 əsasdan 3. O da 1'dir, 3'e de vuranda 3. O birine bakalım. 5 əsasdan 4-cü dərəcədən 125. Uşaqlar 4-cü dərəcəni belə yazaq. Bax bunu bilmək lazım. N-ci dərəcədən A demək nə deməkdir? A üstü 1 bölü. Onda bu olacaq 125 üstü 4'də 1. 125'in yerine ne yazarıq? 5 üstü 3. Onda belə bir şey alarıq. 5 üstü 3 üstü 4'də 1. Bu da nə edəcək? 5 üstü 4'də 3. O 4'də 3 qabağa gələ bilərmi? Gələ bilər. Onda olacaq 4'də 3 vurulsun. 5 əsasdan 5 qaldı. O da nə eləyir? 1. İndi gəlin biz bir dənə səhifə əlavə edək uşaqlar bura və yeni deməyək də əlavə istifadə etdiyimiz qaydaları bura yazaq. Ki kimlərsə bilmirsə onları özü evdə üstündə işləsin. Not 1. Biz nədən istifadə elədik uşaqlar bayaq? Birincisi ən vacibi bu. Kökə çıxılsın kök B-ni siz. Kökə üstə gəl kök B-yə vursanız nə əldə edərsiniz? Kök A-nın kvadratı çıx. Kök B-nin kvadratı nə eləyəcək uşaqlar açıqdır. Not 2. İndi sözü açıq. Bax, diqqət eləyin ki, kök A-nın kvadratı A-ya bərabər deyil. Nəyə bərabərdir? Modul A-ya. Amma kök A-nın kvadratı elə nəyə bərabərdir? A-ya. Not 3. Başqa nəyi gördük uşaqlar burada? Yeni olaraq, bircə dəqiqə. Aferin. Başqa, bir də o bəzi şeyləri gördük. Qüvvətlə əlaqəli məsələlər. Bilinməlidir ki, A üstü 0 həmişə nə eləyir? 1, amma A sıfırdan nə olacaq? Fərqli. A üstü 1 həmişə nə eləyir? A üstü mənfi 1 həmişə nə eləyir? 1 bölü A. A üstü mənfi n nə eləyir uşaqlar? 1 bölü A üstü n. Not 3. Not 4. Bəli, düz deyirsiniz. N-ci dərəcədən kök altında A demək nə deməkdir? A üstü 1 bölü n deməkdir. Dolayısıyla kök altında A nə anlama gəlir uşaqlar? A üstü 2'də 1. Not 5. A üstü x vurulsun A üstü y bizə həmişə nəyi verir? A üstü x vurulsun y və A üstü x bölünsün A üstü y bizə nəyi verir? A üstü x sıfır y. Not 6. A üstü x üstü y tapmaq üçün biz nə edirik uşaqlar? A üstü x y. Not 7. Not 7. Bir dənə də şey görmüşdük sanki burada. Bir dəqiqə. Biz bununla uzaq apardıq. A üstü mənfi yazdım axı. A üstü mənfi 1 bölünsün A üstü. Nəysə, xatırladıqca yazarıq da ora. Qabağımıza çıxdıqca. Bunu da yazdıq, bunu da yazdıq. Sıxıntı yoxdur. Tamam. Yaxşı gənclər. İndi biz nə eləyək? Bunun isbatını verək. Görək nə olacaqdır. Məncə bu çox rahatdır. Bunu yenə də əksəriyyətiz edə bilərsiniz. Birincisi, bax, yenə deyirəm. Təməl qayda nədir? Loqaritma A əsasına B, x-dirsə, A nədir oradan, B nədir? Bunu tapmaqdır. Bax, başqa problem yoxdur. Bir dənə də qayda yazın, böyük ehtimal bunu çox adam bilmir. Deməli, A üstü x bərabərdir, B üstü y deyə bir şey var, bərabərlik var. Siz burada x ilə y-i eynədə də vurub bölə bilərsiniz. Çox mühüm bir qaydadır. Nə edə bilərik? X və y-i eynədə də vurub bölə bilərik. Yəni, buradan bu nəticə çıxar. Bax, A üstü kx bərabərdir B üstü nəyə? Ky. Ya da A üstü x bölü k bərabərdir B üstü nəyə? Y bölü k-ya. İndi mən sizdən soruşuram. A nəyə bərabərdir buradan? Bax, indi gözləyin insanlar. Tamam, sizin cavabınızın heç bir önəmi yox. A nəyə bərabərdir? Reaksiya gör nə qədər gecikir. Loqaritm x bölü k, k-da B üstü y bölü k. Və heç düzəltirəm. Odur da, mən deyirəm. Yox, mən deyirəm ki, A nəyə bərabərdir? Buradan A, yox, təməldən söhbət gedir də. Verilən budur. Verilən budur. A üstü, B üstü y bölü x. İndi bax, sual olunur. Sən niyə dənizin elədiyini edilənmirsən? Çünki sənin beynin işlək deyil. A üstü dərsə belə qulaq asır. Dərs elə dinlənməz. Bu aşkı memnun dizisi deyil. Diziyə belə qeyri-ciddi yanaşmazsın. Diziyə elə baxmazsın. Oturarsan belə qaşıq hazırlayarsan, bir dəfə keçəndə qabağına o şey dala verərsən ki, o səhnə qaçdı. Orada nə dedi, onu işlədi. Bu riyaziyyat deyil bu. Buna yataraq baxılar bu. Elə şey olar et. Və yenə deyirəm, biz burada bir şeylər eləyirik və bir şeylər, məsələn, mənə orada kafa etsən, mənim A üstü mənfiyin qaldı. Sən nə eləyirsən, beyni atırsan sleeping mode. Kompüterdə var, istifadə eləmində özünü atır sleep mode, o da yatır yəni onu. Sən də eyni şey eləyirsən. Beyin orada yatır, aktiv olsun.
Aktiv olsun, mən bunu deyəndə ki, A nəyə bərabərdir, sən həmən deməlisən. Çünki mən səndən çətin bir şey soruşmuram. A nəyə bərabərdir? Sən həmən düşünməlisən. Mənə verilən nədir? A üstü x bərabərdir, B üstü y. Mənim zaten sənə burada danışdığım nədir? Deyirəm ki, ürək, hər tərəfin üstünü eynədə də bölə bilərsən. Səndən nəyi soruşuram? A-nı. Onu belə bilmir. Nəyi soruşuram? Dur, düşün, mənə nə soruşdu? A-nı. A demək nə deməkdir? A. A üstü 1 deməkdir. A üstü 1'i almaq üçün mən A üstü x'i nəyə bölməm lazımdır? X'e. Demək ki, B üstü y-də də hər tərəfi nəyə bölməliyəm? X'e. Yəni bu bərabərlikdə bunu da nəyə bölürəm? X'e. Və beləliklə A-nı əldə edirəm. Nə var ki burada? A neçə çıxır onda? A nəyə bərabər olur A? B üstü y böl x'e. İndi sual. B nəyə bərabərdir? A ise o. A üstü x böl y. İndi cavab. Demək ki, bu danlamaq işə yarayır da. Bax, A-nı soruşuram, cavab yoxdur. B-ni soruşuram, niyə? Çünki burada bir konuşma var. Görürsən, ürək, elə dərs dinlənməz. İnsansan, elə dərs dinlənməz. İndi B-ni soruşsan, görürsən, zeyin aktivdir. Həmən cavab verə bilir. Təbii ki, ağıllı uşaqlarsınız. Daha sadəcə bunu istifadə eləmək lazımdır. Yaxşı, getdik yuxarıya. Gəlin indi bura. Baxaq görək nə edeyim. Birincisi, deyirəm ki, uşaqlar, loqaritma A əsasdan B, tutaq ki, nəyə bərabərdir x-ə. Bax, mənə buradan çıxan nəticəni kim deyəcək? Amma əl qaldırsın, bir dənə görür mənə kim dərs dinləyir. Buradan çıxan nəticə. Əslində, bütün sinifin əl qaldırması lazımdır. Onun üçün çox gec reaksiya. Mehman buyur. Afərin Mehman. Sükut deyirəm. De də. Deniz? A üstü x bərabər B-yə. A üstü x nəyə bərabər inşallah? B-yə. Yəni buradan çıxan nəticə bu çox bəsit nəticədir. Və mən zaten dərs başlarında deyirəm ki, sənin öyrənməli olduğun tək şey budur. A üstü loqaritma A əsasdan B x-dirsə, A üstü x nədir? B. İndi mən deyirəm ki, bax sənə nə lazımdır? B üstü n. Çünki sən nəyi göstərmək istəyirsən? Bir də ki, biraz ağıllı olaq da, sən nəyi göstərmək istəyirsən? Göstərmək istəyirsən ki, loqaritma A əsasdan B üstü n bərabərdir n vurulsun nəyə? A əsasdan B-yə. Demək ki, sənə nə lazımdır? B üstü n. Sual, bu bərabərlikdən B üstü n-i necə əldə edərəm? Hər tərəfi n-ə vuraram. Üstünü hər quzum. Burada neçə var? 1 var, o yazılmaz. Nəyə vurar? N-ə vurar. Nə əldə edəcək onda uşaqlar? B üstü n bərabərdir A üstü n-x-ə. Düzdürmü? İndi daha şiddətli sual. Deyin görüm uşaqlar buradan n-x nəyə bərabərdir? Hadi əl qaldırın. N-x nəyə bərabərdir? 1, 2, 3, 4, 5, 6 çoxsunuz. Yaxşı. Alsu əl qaldırmışsan quzum. Yoxdur səndə. Bax, niyə yubanırıq? Bax, sən ağıllı qızsa niyə qaldıramırsan? Deyək, qardaşım. B üstü n böl A. Yo. NX-i soruşuram. Heç əlaqəsi yox. NX nəyə? A bərabər üstü B böl A. Bəli, loqaritma A əsasdan B üstü n. Bax, mən burada bunu soruşuram. Bu, səni həllə aparan addımdır ha. Əslində bacarıq bu suala cavab vermək deyil. Bacarıq bu sualı özünə verə bilməlidir. Bildin mənə? Yəni mən bu suallara cavab verməliyəm. Bacarıq nədir? Sən özün bu sualı verirsən. Çünki sən özün o addımı görməsən, mən hansı addımı atmalıyam? İndi burada nx nəyə bərabərdir? Bu tarafda sual hazırdır. Niyə hazırdır? Çünki mən nə tapdım? Tapdım ki, loqaritma A əsasdan B üstü n bərabərdir nx-ə. Bəs mən nəyə x demişdim? Demək ki, bu bərabərdir n vurulsun loqaritma A əsasdan B-yə. Bu taraf. Aydındır? Bunu da ispat elədik beləcə. İndi düzdür, biraz isbatımız dağınıqdır. Oradan biraz burada yazılıb, biraz burada, biraz aşağıda. Amma indi onu siz özünüz çözərsiniz də inşallah. Hə. İndi baxın, burada bu yanaşmamız var idi. Bax bu not 7. Bax bu qızıldan qiymətli qeyddir uşaqlar bu. Çünki sənin hər şeyində bu vardır. Və burada görünən odur ki, sizdə problem var. Not 8 hara yazaq? Bir dənə də səhifə əlavə edək onda. Not 4'e devam edelim. Niyə qarışıqlıq olsun? Pulsuz da bu səhifədə. Əlavə edici edir də, döktür, gəlsin yəni. Nəyə israfdır mı? Apple'ın canı sağ olsun. Not 8. Gənclər, bunu sezənmirsiniz. Bu çox pisdir. Bax, mən sənə deyirəm ki, A üstü x bərabərdir B üstü y. Buradan A-nı çək. Cavab? A üstü. Bunu çəkdir. B üstü y böl x. Buradan x-i çək. A üstü. Buradan y-i çək. A üstü. Əla. Bu bacarığa sahib olmaq lazım. Biraz daha mürəkkəbləşdirək. Mən belə bir şey yazıram. A üstü loqaritma B əsasdan C bərabərdir B üstü T-yə.
T-ni çək. Loqaritm funksiyaya əsaslanır. A üstü Və nə olur olsun da məntiq eynidir. Loqaritma B əsasdan A üstü loqaritma B əsasdan C. Sıxıntı yoxdur. Məntiq həmişə eynidir. Aydındır? Yaxşı. Getdik irəliləyək. O boyda danışdıq düşən suala bax. 2022 yaz. Yəni bəzən də asan suallar gəlir. Uşaqlar, gülməyin suala. Görün nə deyir? 5 əsasdan 25 vurulsun kök 5. Həmən nə eləyərik uşaqlar? Yazarıq loqaritma 5 əsasdan 25-in yerinə nə yazar? 5/2. Kök 5-in yerinə nə yazar? 5/2-də 1. Əsaslar eyni olduğuna görə üstlər toplanacaqmı? Olacaq loqaritma 5 əsasdan 5 üstü 2-də 3. Bəli. 2-də 3 də önə gələcəkmi? Gələcək olacaq 2-də 3 vurulsun loqaritma 5 əsasdan 5. Cavab nə olacaq uşaqlar? 2-də 3 o da nə deməkdir? 2 tam 2-də 1. Yaxşı. 1 tam 2-də 1. Yox, bir dəqiqə, siz burada səhvə nədir? Bu 2-də 3... Hə, Ruslan, sənə qulaq asan olsun da, bura 2-də 5 eləməlidir. Hə. Çək onu, bütün Azərbaycan biabr eləyəcək. Zarafat eləmə, çəkir onu. Hazırda göstər eləmə. Ziya orada, cəllat mısın oğlum? Hazır, mənim bu deyil. Yaxşı, indi gənclər, sıradakı loqaritma A üstü n əsasdan B. N qabağa nə tək gələcəkdir burada? 1 böl n kimi. Gəlin görək elə. Loqaritma 8 əsasdan 3. 8-in yerinə nə yazardı uşaqlar? 2 üstü 3. Ölçüyə var. Biz nə edirik? Ha? Sən nə edirsən? Dəqiq olsun. Nəysə, yaxşı uşaqsa sənə əsəbləşə bildirəm. Oğlan olsaydım, artıq yaxşı olmadı. Cəlil olsaydı, çoxdan qoymuşdum. Cəlil də bəhvəni axtarıb qoymaq. Nəysə, Cəlil bu yapar da. Ooo! Mənim sevimli tələbəm, favorite student. Xoş gəlmişsən. Mən həmişə səni çox xoş sözlərlə yad edirəm. Bütün qruplarda səni tərifləyirəm. O pul sayma maşını söhbətini bilirsiniz daha. Cəlilin atası Cəlilə deyib ki, nə yalan söhbət? Deyib Cəlil, mənə əsəbləşdirmək bu pul sayan maşını çırparam başıma. Hər fürsət tapanda onu deyirsin. Ay sən lüksə bax, adamın pul sayan maşınla döyülür. Nəysə, Allah kömək olsun. Yaxşı, mən də olsam oxumaram. Köməkləri olub. Hə? Təhdid hə? Boşun gəlir, dönüşəsin. Bizdə amma yunçulur. Nədir? Eləmə, Cəlil oruc adamdır, işin yoxdur. Cəlili tutduruyorum deyəmərəm, oruc adamam deyək. Cəlilin özünü müdafiə şeyi, Cəlil olur olmaz yəni oruc olmaz. Yaxşı, loqaritma 2 əsasdan 2 nə eləyəcək uşaqlar? 1, 3-də 1-ə də vuranda cavab nə olacaqdır? 3-də 1. Keçdik. Yaxşı, loqaritma 125 əsasdan 25. 125 nədir uşaqlar? 5 üstü 3, 25 nədir? 5 üstü 2. Bu 3 qabağa necə gəldi? 3-də 1 kimi, 2-2 kimi gəldi. 5 əsasdan 5-də 1 elədi. Cavabda nə oldu uşaqlar? 3-də 2. Baxın, sizə gəlin məşhur, möhtəşəm bir söz deyim uşaqlar. Kolay olan ən zordur. Deməli, asan məsələ kimi görünən məsələlər əslində mövzunun özəyini təşkil edir. Asan olanlar ən çətindir. Zaten bu asan temanı mükəmməl anlasan, sənin qabağında heç nə durmayacaq. Sizin elədiyi səhv nədir? Əsas şeyləri ötürürsünüz, əsas şeyləri. Gedib tutursunuz boş-boş düsturlardan, sualların həll eləmə şəkillərindən, sualların tiplərindən, onları boş verir uşaqlar. Təməli yaxşı bilsən, Sara. Zaten sən zəki bir qızsan, hər şeyi çözərsən. Yəni orada sıxıntı yoxdur. Demək ki, biz nəyə çalışmalıyıq? 1. Təməl güclü olsun. 2. Zehin yaxşı olsun. İti olsun. Zehinin iti olmasının yolu nədir? Özün o yolları keç. Bizim yollarımızı eləmə. Müəllim bunu necə eləyərdi? Boş qoyam. Mən bunu necə eləyim yəni? Qolları timrələ girişin içinə. Çalış biraz. 3 saat, 4 saat. Bəzən görəsən ki, heç nə əldə eləmirsən, ona vaxt etkisi kimi baxma. Riyaziyyat yəni bax deyildir da. Bax. Ha? Yaz deyil də yaz.
Riyaziyyat elə bir şey deyil. Çalış deyil riyaziyyat. Çalış. Yəni, riyaziyyat öyrənmək istəyirsənsə, təkrar deyək. Eyni şeylər, sıxılmayasın ondan. Və gərəksiz də görməyəsən. Aydındır? Yaxşı. Tamam. Davam edək uşaqlar. Loqaritma köka əsasdan 1/a. İndi kökanın yerinə nə qoyuruq uşaqlar? A üstü 2-də 1. 1/a-nın yerinə nə qoyuruq? A üstü -1. 2-də 1 önə necə gəlir? 2 kimi -1. Olduğu kimi cavab olur nə uşaqlar? -2. Zənn edirəm ki, bu isbatı daha yaxşı anlayasınız. Niyə? Çünki altyapımız var artıq. Bu isbatı daha yaxşı anlayasınız. Yaxşı. Deməli, təməl motivasiya nədir? Biz loqaritma A əsasdan B-yə bir dənə nə deyəcəyik? X və loqaritma A üstü N əsasdan B-ni həmin X ilə ifadə etməyə çalışacağıq. Bunun üçün nə edəcəyik? Baxın, tam isbat belə başlayır. Tutaq ki, loqaritma A əsasdan B X-dir. Onda nədir uşaqlar? A üstü X bərabərdir B-dir. Doğru mu? A üstü X. Mənə A üstü N lazımdır. Doğru mu? A üstü N. Ona görə də hər tərəfin üstünü nəyə vururam? N-ə. Alıram ki, A üstü NX bərabərdir B üstü N-ə. Hər tərəfi nəyə bölürəm uşaqlar? X-ə. Onda alıram ki, A üstü N bərabərdir B üstü N bölünsün X-ə. Mən buradan nəyi çəkirəm? N bölü X-i. Nəyə bərabərdir N bölü X? Loqaritma. Amma mənə B əsas lazım deyil də. Mənə A əsas lazım. Ona görə bunu belə eləmirəm. Mənə əslində uşaqlar A əsas lazım olduğuna görə, mən elə buradan çəkəcəm uşaqlar. Bircə dəqiqə. Baxın, gördünüz, yanlış elədik. Sıxıntı yoxdur. Buradan A əsasdan lazım olduğuna görə nəyi çəkirəm mən uşaqlar? NX-i. NX nəyə bərabərdir? Loqaritma. Başdan uşaqlar. Yenə çəkəcək. Bizə A üstü N lazımdır. A üstü N əsas. Bunda bunu belə yazıram. A üstü N üstü X bərabərdir nəyə uşaqlar? B üstü N-ə. İndi X-i çəkirəm. X-i çəkirəm. X nəyə bərabərdir? A üstü N əsasdan B üstü N. Bu N-i keçidirəm qabağa. Alıram ki, X bərabərdir. N vurulsun, loqaritma A üstü N əsasdan nəyə? B-yə. Düzdürmü? Düzdür. Bəs X nəyə bərabərdir? Tamam. Buradan yazıram uşaqlar. Deməli, mən aldım ki, loqaritma A əsasdan B bərabərdir. N vurulsun, loqaritma A üstü N əsasdan B. Bu N o bir tərəfə necə keçəcək? 1/2. Nə alacam onda? Alacağım ki, loqaritma A üstü N əsasdan B bərabərdir. 1/N vurulsun, loqaritma A əsasdan B. Aydındır. Nə oldu? Tutdunuz uşaqlar. Tamam. Məncə yaxşıdır. Tamam. Davam edəkənsə. Yaxşı. İndi buna baxırıq. Görək buradan nə edə bilərik? Birincisi, çox bəsitdə uşaqlar. 4 var burada, doğru mu? Bu 4-ü önə gətirə bilərik. Nə alacaq ondan? 8 bu, loqaritma 5 əsasdan üstə gəl. Nə tər yazaq uşaqlar bunu? 5 üstü 2-də 1. 2-də 1 qabağa necə gələcək? 2, vur. 10 necə gələcək? 10. Vurulsun loqaritma 5 əsasdan x. Nəyə nədir uşaqlar? 28 vurulsun loqaritma 5 əsasdan x. Nəyə bərabər imiş? 56-ya. 28-i nəyə vursam 56 eləyərdi? 2-yə. Demək ki, uşaqlar, loqaritma 5 əsasdan x bərabər neçəyə? 2-yə. Onda uşaqlar, buradan çıxan nəticə nədir? 5 üstü 2 bərabər x-ə. Savab? Çətindir? Asandır? Məncə də. Yaxşı. Sonra, sırada bir dənə nə var uşaqlar? Termin vardı. Biz LCX-i görən kimi biləcəyik ki, bu nə deməkdir? Loqaritma 10 əsasdan x. Necə ki, uşaqlar, 3-cü dərəcədən x var, bir də kök x var. Kök x-i görən kimi biz bilirik ki, o neçənci dərəcədəndir? 2. Səbəb nədir? O qədər çox istifadə edilir ki, digərlərindən nisbətdə. Artıq ondan istifadə edəndə onun üstünə 2 yazma gərəyi duymurlar. Da bilir ki, hamımız bilir ki, burada kök 2 yazılıbsa, neçənci dərəcə deməkdir bu? 2. İndi loqaritmada, indi düzdür, biz bunu LC yazırıq, amma indi dünyada belə yazır elə, log x deyə yazılır. Belə əsas yazılmayıbsa, bilməliyik ki, o neçədir əsası? 10-dur, çünki çox istifadə edilir. İndi LC 10 nə anlama gəlir? Loqaritma 10 əsasdan 10? 1. LC 1 nə anlama gəlir? Nə deməkdir 10 əsasdan 1? 10 üstü neçə 1 eləyər? Cavab 0. LC 0-dan 10-da 1. 10 üstü neçə 10-da 1 eləyər? Cavab -1. LC 100, yəni 10 əsasdan 100, cavab 2. Tamam.
Gəldik bura. Deməli, LC x üstü 5. Birincisi uşaqlar. Və bunu bir də belə bir şey var. Bizim insanımızın belə bir sıxıntısı var. Baxır suala yəni. Deyirəm ki, niyə yazmırsan da? Deyir, düşünürəm. Tamam, düşünmək gözəl bir şeydir. Amma yəni bunu düşünməklə əldə edəmərsən da. Burada eləməli olduğun nədir? Nə bilirsənsə yaz. Əvvəl axır çıxacaq da. Bir dənə bunu bilin ki, sizin sizin neydə hamımızı demirəm. Sizdə məsələn börək işə var da falan ziyadır. Sənin eləyə bilməyəcəyin sual qəbulda yoxdur. Və bunu bil. Niyə deyirəm bunu? Çünki o qəbul imtahanı uşaqlar olimpiyat deyil, müəllimlərin imtahanı deyil. Bu suallar elə bir səviyyədə verilir ki, sən bunu çözə bilərsən. Demək ki, sənin burada bilmədiyin bir bilgi yoxdur da. Sənin təməl motivasiyan belə olsa ki, burada nə gəlibsə mənim həll edə biləcəyim səviyyədədir. Qutardı getdi. Nəyinə? Qələm onunla. Gəl bura, mən burada nə edə bilərəm? Bax buna. X üstü 5 var məsələn. Bildiyim bir qayda var. 5'i gətirim qabağa. Gətirim görüm nə oldu. 5 eləcək. Sonra 4x var. Elə bir ki, LC4 Aa, sağ ol. Yazın bunu. LC4 bir üstdən kimi, LCx kimi bərabərdir. 2 üstə gəlinsin, 4 LCx. Tamam, görüm nə edə bilirəm. Burada da üstə gəl var, hə? Aha. Evet, 6 LCX. Aa, sağ ol. Buradan 5 LCx ilə LCx toplayanda nə eləyir? Həmən yazın. 6 LCx üstə gəlinsin, LC4 bərabərdir. 2 üstə gəlinsin, 4 LCx. Hər tərəfdən 4 LCx-i çıxır. Nə əldə edirəm uşaqlar? 2 LCx bərabərdir. 2 çıxılsın nə? LC4. Həmən 2-ni gördüm. Burada da LC4-dür. Aa, sağ ol. 2-nin yerinə nə yazım? LC100 yazım. Oldu 2 LCx bərabərdir. LC100 çıxılsın LC4. Bəli, 2 LCx bərabərdir. LC neçə? 25. LC25 nə deməkdir? Bəli, onda 2 LCx bərabərdir. 2 LC5. 2-lər getdi mi? Nə qaldı? LCx bərabər LC5. Demək ki, x neçədir? 5. Ha, ay solu. İndi onun niyəsini bax, mən sənə belə cavab verəcəm. Çünki LC100 2-dir, düzdürmü? Amma bu sənin cavabın deyil. Bu cavabı sən tapasın. Niyə və harda mən deyil? Ona baxırsan, demək ki, sən o qaydanı o qədər qəşəng bilməlisən ki, sən burada çıx LC4-ü görən kimi, ilahə kimi sənin ağla gəlməlidir ki, əgər bu LC4, LC2 yerinə LC100 olsa, mən LC100-dən LC4 çıxaram, LC100 çıx LC4-də LC25 eləyə, mənim işimə yarıya. Aydındır? İndi bunu sən niyə düşünəmirsən? 2 səbəb ola bilər. 1, düşünə bilmirsən, elə olmadığını düşünürəm. 2, qaydanı qəşəng bilmirsən. Bir də qaydanı bilmək, uşaqlar, birisi nə deməkdir? O qaydanı tətbiq eləməyi bilmək deməkdir. Yoxsa qaydanı bilmək, mən səndən soruşanda mənə cavab verə bilmən deyil. Mən səndən soruşaram, A əsasdan x çıx, A əsasdan y. Hamınız deyərsiniz, A əsasdan x bölü y. Amma məsələ nədir? Sənin onu orada görə bilməndir. Necə görərsən, 10 dəfə, 20 dəfə, 30 dəfə yaz. Narahat olma, vaxt ikisi deyil. Aydın oldu uşaqlar, cavab nədir? 5. Sıradakı. Yaxşı. Bağışlayın. Alo? Studiyancılar. Sağ ol. Aleyküm salam, nəsiniz? Studiyancılar. O, hazırdır. Abi göndərin. Yoxsa sabaha gözləmir, göndərin gəlsin. Ne oldu baba? Ürəksiz. 70 dənə vurmuşsunuz. Yo, 70 bəs daha. Göndərin gəlsin, Allah razı olsun. Elə mən cəzərdəyim. Konum atın. Tamam. Oldu, qardaşım, sağ olun. Kitablar yəni, uşaqlar. Hə. Yaxşı, uşaqlar, tamam. İndi birincisi, bunu anlamağa çalışaq. LC 54 çıx LC2. Nə edəcək? LC 27. LC 27 çıx LC 2 onda 7. LC 10 o da 1, 2 üstü 1, 2. Bax, şifayı həll elədik. Bura nə oldu uşaqlar? 2. Əla. Kesiyor bir tərəfə. 2 əsasdan 32, 5, 3 əsasdan 27, 3, vuranda 15, 15 ilə 2, 17. Vay. Gəldi uşaqlar ən yaxşı qaydalardan birinə. Loqaritmə deməli uşaqlar A əsasdan B-nin yerinə lazım gələrsə biz nə yazmağı bacarmalıyıq uşaqlar? LCB böl LCA. İndi ən çox bu istifadə edilir deyə bunu yazırıq. Baxın. 8 əsasdan 14-ün yerinə nə yazırsan? LC14 böl LC8. 3 əsasdan 7-nin yerinə
LC7 böl LC3. Şimdi görün burada nə qəşəng bir şey demişik. Bax A əsasdan B. Nə yaza bilərik A əsasdan B-nin yerinə? LCB böl LCA. Bəs onun yerinə mən 1 bölünsün LCA böl LCB yaza bilərəm. Bəs LCA böl LCB yəni eyni qaydaya görə nəyə bərabərdir? Demək uşaqlar buradan çıxır ki, loqaritma mən A əsasdan B-nin yerinə lazım gələrsə 1 bölünsün loqaritma nə yazmağı bazarmalıyam? B əsasdan A. Aydındır? İndi məsələn belə olsa loqaritma x əsasdan y, bunun yerinə nə yaza bilərəm? LCY böl LCX. Bu ən vacib məsələlərdən biridir. İndi sual. Bu hardan gəlir? Aydındır? Bunun daha gelişmiş versiyası var uşaqlar burada. İrəlidə. Çox irəlidə deyəsə. Hardadır? Buradadır. Burada bunu ispat eləyəcəyik uşaqlar. Bunu ispat eləyəndə burada indi C-ni neçə seçmişik əslində indiki 10 seçmişik də. O da ispat ediləcək. Ona görə də onu orada saxlayaq, isbatını verməyək, irəlidə ispat eləyəcək. Yaxşı. Gəlin suala baxaq. Deyir ki, X, Y, Z, A müxtəlif nələrdir uşaqlar? Sadə ədədlərdir. Loqaritma A əsasdan B nəyə bərabər imiş? A üstə gəlilsin. A əsasdan X vurulsun, X əsasdan Y vurulsun, Y əsasdan Z. Hemen bu hasili bir dənə anlamaya çalışıram. A əsaslı bunu nəyə yazaram uşaqlar? LCX böl LCA. O biri? O biri? A isə o. Getdim LCY-lər, LCX-lər. Nə qaldı? A əsasdan Z. İndi buradan nə alırıq uşaqlar? Alırıq ki, loqaritma A əsasdan B bərabərdir A üstə gəlilsin loqaritma A əsasdan Z. Bəli, alsın. A əsasdan. Alacağıq ki, loqaritma A əsasdan B çıxılsın loqaritma A əsasdan Z bərabərdir nəyə? A-ya. Buradan da alacağıq ki, loqaritma A əsasdan B böl Z bərabərdir nəyə? A-ya. Buradan çıxan nəticə nədir bəs? Nətəri? A üstü A bərabərdir nəyə? B böl Z. İndi gəlin görə nədir? Deyək, B-nin nəyini tapın? Ən kiçik qiymətini tapın. Və X-dir, Y-dir, Z-dir, A-dır. Bunlar necə ədədlərdir? Müxtəlif sadə. İndi mən B-nin ən az olmasını istəyirəmsə, A-nı mümkün qədər nə seçməliyəm? Balaca da. Bəs A müxtəlif, A sadə ədəddirsə, onda o ən az neçə seçilər? A-nı 2 seçirəm. Bunda alıram ki, 4 bərabərdir, B bölünsün nəyə? Z-ə. Onda Z-i neçə seçim? Bəli, Z-i də 3 seçməliyəm. Niyə? Çünki A-nı 2 seçdim axı. Z-də bir sadə ədəd olduğuna görə məcburən Z-i də nə etməliyəm? Kiçik sadə ədəd seçməliyəm. Onda neçə seçim? Z-i də 3 seçirəm. Z-i də 3 seçəndə uşaqlar B çevrili neçə olur? 12. Diqqət edirsə B-nin sadə ədəd olduğu vermir. Və nə veribdir? X, Y, Z və A-nı verib nə? Müxtəlif sadə ədəd. Və bu yoruma dayalı bir sualdır. Yəni klassik bir sual deyil də, sən orada yorumlamalısan. Belə mi seçim, yoxsa belə mi seçim? Bu çox qəşəng sualdır. Tutduğu söhbəti. Məsələn, bax burada bu əslində sualın tıxandığı yerdir. Bura. Buradan sonra Alsunun gördüyünü görmək önəmlidir. Ataram o tərəfə. Çox bəsit bir addımdır da, hamı bunu ata bilər. Amma onu görmək lazımdır. Atdım, sonra bunu aldım. Buradan buna hamı gələ bilər. Bu biraz çıxarımı çətin idi bəlkə. A üstü A bərabərdir nəyə? B böl Z-ə. Sonra nə edirsən? B-nin ən kiçik olmasını istəyirəm. Demək ki, A-nı və Z-i mümkün qədər nə etməliyəm? Kiçik seçməliyəm. İndi A-nı və Z-i mümkün qədər kiçik seçirəmsə və bunların da sadə ədəd olduğu və müxtəlif olduğu şərti varsa, onda biri nə seçiləcək? O biri 3. İndi məntiq burada işə düşür. A-nı mı 3 seçim? Yoxsa B-ni mi 3 seçim? Z-i mi 3 seçim? Təbii ki, tam tərsinə də indiki hal. Tərsinə olsa Z-i 2 seçim, A-nı 3 seçsəydi cavab neçə olardı? 54 olardı. Oysa bizim işimizə yaramır. Tamam. Yaxşı. Loqaritma A əsasdan B bərabərdir 1 bölünsün loqaritma B əsasdan A. Bunu əslində gördük də indi. Bəli. Uşaqlar bunu gəlin bir dənə də isbatını verək, təməl yolla. Məsələn, bayaqki şəkildə biz bilirik ki, loqaritma A əsasdan B-nin yerinə nə yaza bilərik? LCB bölünsün nə? LCA. Dolayısıyla bunu da belə yaza bilərik. 1 bölünsün LCA bölünsün LCB. LCA böl LCB-də nəyi verək? B əsasdan A. Amma gəlin bunu ən təməl yoldan sübut eləməyə çalışaq. Ən təməl yoldan. Görək necə sübut eləyə bilərik. Baxın, tutaq ki, uşaqlar loqaritma A əsasdan B nəyə bərabərdir? X-ə. Onda uşaqlar buradan çıxır ki, A üstü X nəyə bərabərdir? B-yə. Onda buradan çıxır ki, A üstü 1 nəyə bərabərdir?
B üstü 1 bölü x'e. Onda buradan çıxır ki 1 bölü x nəyə bərabərdir? Logaritma B əsasdan A-ya. Başda nə oldu uşaqlar? X nəyə bərabərdir? Logaritma A əsasdan B-yə. 1 bölü x nəyə bərabərdir? Logaritma B əsasdan A-ya. Demək ki bunlar bir-biri nə idi? 1x olanda o biri nə olur? Bu arada 1 bölü x budursa 1 bölüsün logaritma B əsasdan A nədir? X'dir da. Düz deyil. 1 bölü x bərabərdirsə B-yə, 1 bölü B də bərabər deyil x-ə. Çətin danışıraq. Demək ki 1 bölünsün logaritma B əsasdan A x-dir. X nədir? Logaritma A əsasdan B. Demək ki bunlar bir-birinə nədir? Bərabər. 1 bölü B əsasdan A, A əsasdan B-yə bərabərdir. İndi davam edək uşaqlar. Görək burada nə deyir? Deyir ki logaritma 3 əsasdan 4 vurulsun, logaritma 4 əsasdan 3. 3 əsasdan 4-ün yerinə nə yazaram? LC4 bölünsün, LC3. 4 əsasdan 3-ün yerinə nə yazaram? LC3 bölü LC4. Hasili həqiqətən də nə eləyər? 1. Sonra 1 bölünsün 8 əsasdan 7 görən kimi biləcəm ki o nə deməkdir? 7 əsasdan 8. Ya da məsələn 3 əsasdan 12-ni görən kimi biləcəm ki mən bunun yerinə nə yaza bilərəm? Logaritma 12 əsasdan 3 yaza bilərəm. Yaxşı. Sıradakı. İndi gənclər bunu gördük. 1 bölünsün 21 əsasdan 3. Nə yaza bilərəm? Onda olacaq logaritma 3 əsasdan 34 bölü 7. Üstə gəlinsin. Logaritma 3 əsasdan 21. İndi əsaslar eyni olduğuna görə onda olacaqdır logaritma 3 əsasdan 34 bölü 7 vurulsun 21. Burada nə eləyəcəkdir? Logaritma 3 əsasdan bundan bu gedəcək. 34 vur 3. Neçə eləyir? 102 mi? 4 ilə 5 arasında. 102. Onda o hansı ədədlər arasındadır? 3 əsasdan 81-dən böyükdür. 3 əsasdan 243-dən də kiçikdir. Demək ki 4 ilə 5 arasındadır. Sonra sırada ln x demək uşaqlar nə deməkdir? Logaritma y əsasdan x deməkdir. Bu y-ni hardan xatırlayırıq? Limitdən Limit x yaxınlaşır 0-a 1 plus 1 bölü x 1 plus x üstü 1 bölü x'in limiti bizə nəyi verir? Həmin o y-ni. Deməli ln x demək uşaqlar y əsasdan x deməkdir. Onda ln y nə olacaq uşaqlar? Y əsasdan y, o da nə eləyəcəkdir? 1. ln 1 y əsasdan 1, o da nə deməkdir? 0. ln 1 bölü y, y əsasdan 1 bölü y, nə eləyər o da? Mənfi 1. ln kök y, y əsasdan y üstü 2-də 1, o da nə eləyər? 2-də 1. ln y üstü 4, 4 ln y, o da nə eləyər uşaqlar? 4. Yaxşı, biraz bunun üstündə düşünün. Gözəl insanlar düşündü. Xeyr. Yaxşı da. Ha. Bakın Ayhan xanım taxtdan. Bakın burada 9x kvadratı ilə uşaqlar 25y kvadratını görürsən. Burada da 3x ilə 5y görürsən. Adam burada bir şübhələnir də, düzdür? Görərsən kvadratla onun bir əlaqəsi mi var? Doğru mu? Gəlin görək elə var yoxsa yoxdur. İndi gəlin belə bir iş görək. Uşaqlar, bu 2 var ya burada. Yaxşı ki var hə? Yaxşı ki var. Onu götürə gətirək bunun üstünə. Onda belə bir şey alacağıq mı? 3x plus 5y-in kvadratı. Bu da eləyəcəkmi? 9x kvadratı plus 25y kvadratı plus 30xy. Doğru mu? Doğru. Sonra Allah'tan bunun nə olduğunu bildik. Bu nədir ki? 17xy. Gətirək qoyaq yerinə. Nə aldı uşaqlar? 47xy. Hər şey bizim xeyrimizə işləyir. İndi sonra buradan devam edelim. Onda bu oldu ln 47xy çıxılsın ln 47. Nə deməkdir ki bu? Əsaslar eynidir axı. Bölürük. Nə alır uşaqlar buradan? Surətdə alırıq ln xy. Məxrəcdəki bu 3-ü önə gətirə bilərik. Olur 3 ln xy. Buradan da oldu ln xy bölünsün 3 ln xy. Ln xy-lər getdi. Cavab 3-dür. Aydındır? Bəli. Sonra gəldik çatdıq ən vacib qaydalardan birinə uşaqlar. Nə deyir? A üstü logaritma
B əsasdan C bərabərdir C üstü loqaritma B əsasdan A. Yəni burada daha yaxşı anlaşılsın deyə nə deyə bilərik? A ilə C-nin yerini nə edə bilir uşaqlar? Dəyişə bilirik. Məsələn, 3 üstü loqaritma 9 əsasdan 4. Nələrin yerini dəyişə bilərik? 3 ilə 4-ü. Nə olar uşaqlar? 4 üstü loqaritma 9 əsasdan 3. Nə eləyər 9 əsasdan 3? 2-də 1. Nə eləyər 4 üstü 2-də 1? Niyə 2 eləyir bu? Kök 4 deməkdir. Sonra 10 üstü elcə 7. Nə edə bilərik? 7 ilə onun yerini dəyişə bilərik. 7 üstü elcə 10. Elcə 10 nədir ki? 1. 7 üstü 1? 7. Y üstü ln 6. Nə edə bilərəm? Onlar 6 üstü ln y. Ln y neçədir? 1, 6 üstü 1, 6. 3 vur, 3 üstü 2 vur. Diqqət edin, vur olanda dəyişmək olur. Toplamada çıxmada olmayacaq. 3 ilə 4-ün yerini dəyişə bilərəm. Onlar 4 üstü 2 vur, 3 əsasdan 3. Nə 3 əsasdan 3? 1. 4 üstü 2, 16. İndi uşaqlar, indi nə edəcəyik? İspat edəyək. Alo. Tamam, təşəkkürlər abi, sağ ol. Sağ ol. Yo, buradayım. Araton, sağ ol. Uşaqlar, taksi gəlir, mənim yadıma salın. İndi buradan yazıq gəlib sən hesab edəcəkdir, sonra yaddan çalır ki, yapılır, mən gözləyəcəm. Məni tanıyırlar, deyirsən, biraz qalıb gedirsən. Yaxşı. Burada konsentrasyon lazımdır da. Bir işi görəndə, Ömər, bir işi görmək lazım. Başa düşdün? Mənim bir dənə dostum var idi, Bakı Ali Neft Məktəbində. 2000 uşaqlar 12-ci ilin 1-ci qrup birincisi idi. Rıza Rəhimov, 695 bal. Oradan 5 bal, 695 və şahmatda dadı da yaxşıydı. Bu arada Bakı Ali Neft Məktəbinə birinci girən uşaq buyur. Bakı Ali Neft Məktəbi birisi 2012-də açılıb. O birinci yerdə olduğuna görə o məktəbə birinci girən odur. Mənim də bir özəlliyim var, birinci çıxanda mənəm. Yəni oradan birinci o girib, birinci mən çıxmışam, yaxşı dostluğumuz var. Deməli, onun məşhur bir sözü var. Deyir ki, çay içmək ciddi bir işdir. Yəni elə bir şey, hansısa işlə məşğul olursan, o işə ciddiyyətlə yanar. Çay içirsən, başqa iş görür. Ancaq çay iç, zövq var. Aydındır. İndi uşaqlar, çay içmək belə ciddi bir işdirsə, dərs keçmək qeyri-ciddi iş ola bilər. Yox. Ya da dərs oxumaq daha qeyri-ciddi iş. Ona görə də mən mahnıya qulaq asarsa, dərs oxumasa bir-birimizi aldatmayacaq. O yolları bil, mahnıya qulaq asaraq dərs oxumaq olmaz. Aydındır. Orada sən dərs oxumursan, sən orada test edirsən. Onlar ayrı şeylər. Hə, elə olmur. Yəni bir işi görəndə həqiqətən o işin içində girib itmək lazımdır. Səni kimsə dartıb çıxardana qədər orada get. Yoxsa belə bir şey yoxdur. Yorulun, durun, elə şey yox. Girəsən orada kimsə gəlsə deyəcək ki, aydan, bəsdir da. Da bəsdir. Heç biri yaşamamışsan onu. Gülü, deyir. Yaxşı. İndi buradan uşaqlar irəli gedək. Baxın. Bax, siz elə bil ki, bilirsiniz nə eləyəsiniz. Bax, bunu ispat eləmək istəyirsiniz. Bax, yavaş-yavaş ispat öyrənirik də burada. Bax, yazırsan. A üstü loqaritma B əsasdan C-yə deyirsən ki, bir x deyirəm. İndi mənim məqsədim nədir? Bunun da x olduğunu göstərmək. Buna x dedim axı. Əgər göstərsən ki, o da x-dir, bitdi də mən ispat eləmiş oluram. Doğru mu? Doğru. İndi baxın, buradan çıxan nəticəni mənə kim deyəcək? Bax, A üstü loqaritma B əsasdan C x-dir. Sual, loqaritma B əsasdan C nəyə bərabərdir? A üstü x-ə. A üstü x. Yəni, loqaritma B əsasdan C nəyə bərabərdir uşaqlar? A üstü x-ə. Gözəl. Bəs mən uşaqlar buradan A üstü x. Bunu kim dedi mən? Bunu kim dedi? Bir dəqiqə, sən yazdın. Uşaqlar, loqaritma B əsasdan C nəyə bərabərdir? Bəli, loqaritma A əsasdan x-ə. Loqaritma nətər oldu? Anlamadım. Loqaritma A əsasdan x. İndi uşaqlar, mən loqaritma B əsasdan C-nin yerinə LC bölünsün, LCB yaza bilərəmmi? Bəs loqaritma A əsasdan x-in yerinə LCX bölünsün, LCA yaza bilərəmmi? Bəs tənasübü xassəsinə görə bu ikisinin yerini dəyişə bilərəmmi?
Bir dənə düşünün görün. Hə. Onda mən nə alaram uşaqlar? LCC bölünsün LCX bərabərdir LCB bölünsün LCA. Razısınız? Bəs LCC böl LCX-in yerinə loqaritma x əsasdan C yazmaq olarmı? Bəs LCB böl LCA-nın yerinə loqaritma A əsasdan B yazmaq olarmı? Bəs indi mənə deyin görün buradan. Bir dəqiqə. Sağ ol ürək. Təşəkkürlər. Dərman deyim uşaqlar. Hə, bir dəqiqə, nəsə yanlış elədim. Dayan. Yox. Bizim burada bir dənə yanlışımız var. Onu bir dənə düzəldək. Biz düzdür, bu dəyişməni eləyə bilərik uşaqlar. Amma o dəyişmə bizə bir şey vermədi. Bizə heç nə vermədi. Biz bu ikisinin yerini dəyişək. Nə alacaq onda? Loqarit LCA bölünsün LCB bərabərdir LCX bölünsün nəyə? LCC-yə. İndi buradan uşaqlar nə alırıq? Loqaritma B əsasdan A bərabərdir loqaritma C əsasdan X-ə. Sual, X nəyə bərabərdir? A üstü loqaritma B əsasdan C. A üstü yoxsa C üstü? Buradan X nəyə bərabər uşaqlar? C üstü loqaritma B əsasdan A. Mən nəyə X demişdim? A üstü loqaritma B əsasdan C. Həm də nəyin X olduğunu tapdım? C üstü loqaritma B əsasdan A. Demək ki, sübut elədim. Bunun əslində daha rahat bir yolu da var idi. Sizə o rahat yolu da göstərək. Baxın nələr. Məsələn, tutaq ki, bu arada bir sualın bir neçə isbatı ola bilər da, sıxıntı yoxdur. Yəni, belə də eləmək olar. İndi mən bunu gedim, yuxarıda yazım, orada yerimiz var idi. Yuxarıdaydı o. Hə. Baxın, not neçə deyim buna? 8, not 9. Baxın uşaqlar. Nəyi göstərmək istəyirəm? A üstü loqaritma B əsasdan C-nin nəyə bərabər olduğunu? C üstü loqaritma B əsasdan A-ya. Mən deyirəm uşaqlar, A üstü loqaritma B əsasdan C-yə bir dənə nə deyirəm? X. Hər tərəfin loqaritmasını alıram. Nə əldə elədim? LCA üstü B əsasdan C bərabərdir LCX-ə. Bəs uşaqlar, bu deməkdir, loqaritma B əsasdan C vurulsun LCA bərabərdir LCX-ə. Razısınız? Bəs bu deməkdir, loqaritma B əsasdan C bərabərdir LCX bölünsün LCA-ya. Bəs bu deməkdir, loqaritma A əsasdan X. Nə əldə elədim? Loqaritma A əsasdan X bərabərdir, loqaritma B əsasdan C-yə. Onda deyin görüm, X nəyə bərabərdir? A üstü loqaritma B. Bəli, hiçbir şey bulmadığını buldum. Bir dəqiqə. Yox, belə bir şey yox. Təməl motivasiya eyni olacaqdır, amma yenə də baxın elə. Baxın elə. Düzdür, buradan loqaritma B əsasdan C nəyə bərabərdir uşaqlar? LCX bölü LCA, yəni loqaritma A əsasdan X-ə. Əslində bunun tərsi nədir ki? Onda C əsasdan B də bərabərdir X əsasdan A-ya da. Uşaqlar, yenə heç nə vermədi. Hə, burada bitdi mi? Bitmədi. Hə. O bir də loqaritma B əsasdan A deyil. Hər tərəfi loqaritma B yapılanda. Yəni yenə bayaqçı şeyə gələcək, tənasübə. Ona görə də ehtiyac yoxdur. Yəni bunu biraz daha düşünməm lazımdır, vaxtımızı həsr eləməyək. Geri gedək. Yaxşı. Suala baxaq uşaqlar. Burada nə edərik? 9 ilə 2-nin yerini dəyişərik. Onda nə əldə edərik? 2 üstü loqaritma 3 əsasdan 9. Nə 3 əsasdan 9? 2 bu elədi neçə? 4. Onda buradan alıram ki, x üstü loqaritma 2 əsasdan 6 bərabər neçəyə? 36-ya. 2 ilə də x-in yerini dəyişək. 6 üstü loqaritma 2 əsasdan x bərabərdir neçəyə? 6 üstü 2-yə. Demək ki, loqaritma 2 əsasdan x bərabərdir 2. Demək ki, x bərabər neçəyə? 4. Yaxşı. Gənslər, bunu belə yaza bilərik da. 5/2 üstü 1 vurulsun. 5/2 üstü loqaritma. Bu əslində elə 5/2 demək da. Hə, 104 bölünsün 20, 2-yə ixtisar eləsək, ona bölsək. Loqaritma 5/2 əsasdan 100. Sonra bu 5/2 ilə 100-ün yerini dəyişsək, olacaq 5/2 vurulsun 100 üstü loqaritma 5/2 əsasdan 5/2. O da 1 eləyərmi? Eləyər. Cavab nədir uşaqlar? 520. Sıradakına baxaq. Yaxşı.
üstünü bir dənə anlamağa çalışaq. 6-da 1 vurulsun. Logaritma 6 əsasdan 5 vurulsun bir dənə də logaritma 6 əsasdan 5. Düzdürmü? Logaritma 6 əsasdan 5-in kvadratı deyil da. Hə, vurulsun bir dənə nə uşaqlar? 5 əsasdan 6. Vurulsun o birin özü də nə eləyər ki elə? 5 əsasdan 6 eləyər də. Niyə? Baxın elə. Bəli, elə bir logaritma kök 5 əsasdan kök 6 deyil. Bunu yazaran logaritma 5 üstü 2-də 1 əsasdan 6 üstü 2-də 1. Bu qabağa 2, bu 2-də 1 kimi gələr. Yenə geriyə nə qalar? 5 əsasdan 6. Bəs 6 əsasdan 5 ilə 5 əsasdan 6-nın hasili 1. Bunların hasili 1. Cavab nə qaldı uşaqlar? 6-da 1. 216 üstü 6-da 1. 216 nətər yazaraq? 6 üstü 3 üstü 6-da 1. O da eləyər 6 üstü 2-də 1. O da eləyər neçə uşaqlar? Kök 6-da 6. Bəli. Logaritma A əsasdan B nəyə bərabərdir uşaqlar? C əsasdan B bölünsün C əsasdan A. Əvvəlcə bunu anlamağa çalışaq. Bəli, 3 əsasdan 7-nin yerinə nə yaza bilərik? Ln 7 böl Ln 3. 6 əsasdan 9-un yerinə nə yaza bilərik? Ln 9 böl Ln 6. Ya da 2 əsasdan 9 böl 2 əsasdan 6. 3 əsasdan 9 böl 3 əsasdan 6. İstənilən əsasdan yazmaq olar. Ya da 3 əsasdan 7 böl 3 əsasdan 9-un yerinə nə yazacağıq? 9 əsasdan 7. Və s. Əlbəttə ki, istənilən əsasdan yaza bilərsən. LC də yaza bilərsən, hamısını yaza bilərsən. Yaxşı. İndi sual yaranır ki, bu qayda hardan gəlir? Kim deyə bilər? Aha, hə Eldar. Məlumatda sürət mərkəzi LGB böl LGA kimi yoxsa sürət mərkəzi eyni adada bölünür. Yəni hər ikisini LGC-yə bölünür sürət mərkəzini sağlayır. Ay sağ ol. Ay sağ ol. Eldar deyir ki, logaritma A əsasdan B-ni LGB bölünsün nə kimi yaza bilərik? LGA. Sonra hər tərəfi sürət və məxrəci LGC-yə bölərik. Onlar LGB bölünsün, LGC bölünsün, LGA bölünsün, LGC. O da bərabər olan logaritma C əsasdan B bölünsün, logaritma C əsasdan A. Amma burada şiddətli bir problem var. Bunun belə yazacağı hardan bilirsən? Çünki bu elə budur da. Yəni orada sən C-ni neçə seçmirsən? 10 seçmirsən da elə bil ki. Və onu bilmək lazımdır axı. Çünki bu bilinmədən bu bilinəndir elə bil ki. Onda başqa bir şey fikirləşək, başqa bir yol fikirləşək. Necə eləyə bilərik onu? Gəlin belə eləyək. Birincisi, logaritma C əsasdan B-yə bir dənə X deyək. Logaritma C əsasdan A-ya bir dənə Y deyək. Logaritma A əsasdan B-yə də bir dənə nə deyək? Z deyək. Bunlar arasındakı əlaqəni tapmağa çalışaq. İndi baxın, buradan çıxan nəticə nədir? C üstü X bərabərdir. Aferin. C üstü X bərabərdir B-yə. Buradan çıxan nəticə nədir? C üstü Y bərabərdir nəyə? A-ya. Buradan çıxan nəticə nədir? A üstü Z bərabərdir nəyə? B-yə. Çox gözəl. Çox gözəl. İndi mən deyirəm ki, bunun hər tərəfini Y-ə bölürəm. Nə əldə edirəm? C üstü X bölü Y bərabərdir B üstü nəyə? 1 bölü Y-ə. Doğru mu? Doğru. Yaxşı. Buradan mən uşaqlar X bölü Y-i çəkirəm. X bölü Y nəyə bərabərdir onda? Logaritma C əsasdan B üstü 1 bölü Y. 1 bölü Y önə gələrmi? X bölü Y bərabərdir onda 1 bölü Y vurulsun logaritma C əsasdan B. Razısınız? X bərabərdir logaritma C əsasında. Necə? Eyni Yox, eyni şeyə gəldik. Yox, bu yox. Buradan getmir. Bircə dəqiqə. C üstü X bölü Y bərabərdir B üstü nəyə? 1 bölü Y-ə. Hə, B-ni əvəzləyək uşaqlar. Asizət bölünür, seçdik. Bir dəqiqə. Bir dəqiqə. Biz əslində bunu göstərməliyik da. Z-in uşaqlar nə olduğunu göstərməliyik? X bölü Y olduğunu göstərməliyik. Z-in nəyə bərabər olduğunu göstərməliyik? X bölü Y-ə. Bir dəqiqə. C-ni yox edəsəm hər şey qəşəng olur.
C üstü x bölü y bərabərdir B üstü 1 bölü y. B'nin yerine A üstü Z koysam A üstü Z üstü 1 bölü y. O da A üstü 1 bölünsün, yok Z bölü y. A'nın da yerine getirip, yok orada hiç ne almayacağım. C üstü şey koysam. Çıxardanmadıq kəslə. Yok buradan yola çıxıb bunu çıxartmaq olar. Gələ düşünək. Ali, Hə. logaritm A-dan B istəyək. B bərabərdir A üstü x-ə. A üstü x Nətəri? bərabərdir. Logaritm A-dan B istəyək. A'dan B'ye Z demişəm da. Yox, başdan bir dənə gedək demə. Yok buradan çeyrək da Ziya, buradan kafa yora. Bu buradan çıxmalıdır. Bu təməldən çıxmalıdır. Bunun başqa yolu Mənə yox. dediyim ən çox rahat gəlir. Nə tərim? Mənə dediyim çox rahat gəlir. Neynəmək istəyirsən? Logaritm A-dan B x-dir. A üstü x bərabərdir B-yə. Hər tərəf logaritm eləyirik. Logaritm C əsasdan A üstü x bərabər logaritm C Doğru. əsasdan B-yə. X keçir qabağa. X bərabər x vursun logaritm A əsasdan. A Bir əsasdan. dəqiqə. C Bunu əsasdan buradan A. çıxartmaq 100% olar. Buna geri dönərik. Amma Ziya dedi düzdür. Buradan belə eləsək, Ziya deyir ki, logaritma A əsasdan B-yə bir dənə deyək, x. Buradan A üstü x nəyə bərabər olacaq? B-yə. Hər tərəfi logaritmasını alaq. LC, bu da olur LC. Buradan olur x vurulsun. LCA bərabərdir nəyə? LCB-yə. Buradan da x nəyə bərabərdir? LCB bölünsün LCA-ya. Bizdə də x nə idi? A əsasdan B. Logaritma A əsasdan B nəyə bərabərdir? LCB böl LCA. Bunu da biləndən sonra bunu belə yazmaq olar da. Artıq bunu tapmaq olar. Düz. Ya da şöyle birbaşa burada məsələn C əsasdan logaritma ala bilərik. Logaritma C əsasdan A bərabərdir. Bu hər tərəfin C əsasdan logaritmasını alsa, belə də ola bilər. Amma o başda dediyimiz yerdə çıxa bilərdi. İndi oradan geri qayıdaraq onu oradan çıxararıq. Yaxşı, gəlin sıradaşına baxaq. Logaritma P üstü 4 əsasdan x-yə 8 imiş. P üstü 4 əsasdan x bölü y 4'dür. Şimdi buradan uşaqlar çıxır ki x-yə nəyə bərabərdir? P üstü neçəyə? 32'yə. X bölü y nəyə bərabərdir? P üstü 16'ya. Məndən nə soruşur? P kub əsasdan x böl P kub əsasdan y. Bunların əsasları eyni olduğuna görə mən bunu belə yaza bilərəm. Y əsasdan x. Gətirib uşaqlar indi mənə y əsasdan x'i soruşur. Y'ni və x'i tapmam lazımdır, düzdürmü? Bir şəkildə. Məsələn, x'i nə tər taparam? Bəli, bunları bir-birinə vurar. Nə əldə edərəm bunda? X y vurulsun, x böl y bərabərdir P üstü 32 vurulsun P üstü 16. Yəni P üstü neçə? 48. Y'lər getdi mi? Getdi. Onda x üstü 2 bərabərdir P üstü 48'ə. X buradan bərabərdir P üstü neçəyə? 24'ə. X'in yerinə P üstü 24 qoysam y neçə olur? P üstü 8. Onda cavab nədir? Logaritma P üstü 8 əsasdan P üstü neçə? 24. Elə mi? 24 ilə 8 qabağa gəldi. Cavab nə olacaq uşaqlar? 3. 2024. Pis deyil məncə. Yaxşı. 15-ci sual. Uşaqlar buna baxırıq. 3 əsasdan y bölünsün 3 əsasdan 10. Əsaslar eyni olduğuna görə bunu yazırıq. Logaritma 10 əsasdan nə? Y. O da nə deməkdir? Ln y. Onda nə aldı uşaqlar? 27 üstü ln y. Bağışlayın. LC'yi. 27 üstü LC'yi bərabər uşaqlar. Bu arada burada x ilə y'nin yeri dəyişə bilərik da. X üstü LC'ye vurulsun 9 üstü LC'yi. Ha. Birazcık getdi. Heç olmaz. Nə